Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələri üçün hava nəqliyyatında Baş Gömrük İdarəsindən mediatur təşkil edilib. Sözü gedən tədbirin məqsədi gömrük orqanlarının fəaliyyəti ilə bağlı ictimaiyyətin daha ətraflı məlumatlandırılmasıdır. Tədbirin açılışında hava nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi general-mayor Anar Cahangirov çıxış edərək media nümayəndələrinə iştiraklarına görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu görüşün əsas məqsədi gömrük orqanlarının fəaliyyətində şəffaflığın artırılması, tətbiq olunan nəzarət mexanizmlərinin obyektiv şəkildə ictimaiyyətə çatdırılması və media ilə ictimai əlaqələrin daha da möhkəmləndirilməsidir. General-mayor Anar Cahangirov media nümayəndələrinin fəaliyyətinin peşəkarlıq tələb etdiyini bildirərək, onların gördüyü işin həm gömrük xidmətinin imicinə, həm də cəmiyyətin məlumatlandırılmasına birbaşa təsir etdiyini vurğulayıb. Daha sonra Bakı şəhər Baş Gömrük İdarəsinin logistik mərkəzində media nümayəndələri üçün tanışlıq gəzintisi təşkil olunub. Gəzinti zamanı jurnalistlər burada həyata keçirilən logistik prosesləri, yüklərin qəbulu, çeşidlənməsi və gömrük nəzarətindən keçirilməsi mərhələləri barədə ətraflı məlumat verilib. Hava nəqliyyatının Baş Gömrük İdarəsinin logistik mərkəzində həyata keçirilən fəaliyyətlərlə tanışlıq çərçivəsində Gömrük postunun rəisi Rövşən Mahmudov media nümayəndələrinə müsahibə verərək iş prosesləri barədə ətraflı məlumat təqdim edib. O bildirib ki, jurnalistlər hazırda logistika mərkəzində həyata keçirilən əməliyyatları prosesləri ilə yaxından tanış olublar. Logistika mərkəzi ümumilikdə ölkə ərazisinə idxal olunan, ixrac olunan və tranzit transfer daşınan yüklərin gömrük rəsmiləşdirilməsini həyata keçirir. Gömrük rəsmiləşdirilməsi ümumilikdə risk əsaslı Araz sistemi tərəfindən analiz vasitəsilə həyata keçirilir. Araz sistemi həmin yüklərin gömrük yoxlanılmasına, cəlb olunmasına indikator vasitəsilə məlumat verir və gömrük yoxlanılması həyata keçirildikdə gömrük qanunvericiliyində mallar uyğunluq təşkil verirsə, gömrük buraxılışı təmin olunur. Gömrük buraxılışı uyğun deyilsə, müvafiq olaraq protokol əsasında Əməliyyat Təhqiqat İdarəsinə təhvil verilir. Hüquqi qiymət verilmək üçün təhvil verilir. Gömrük qanunvericiliyinin tələblərinə uyğun olmayan hallar aşkar edildikdə isə yüklər müvafiq protokol əsasında Əməliyyat Təhqiqat İdarəsinin təhvil verilir və əlavə araşdırmaya cəlb olunur. Hava nəqliyyatının Baş Gömrük İdarəsinin sərnişin şöbəsinin böyük inspektoru Gömrük Xidmət Kapitanı Məmmədov Xatirə media nümayəndələrinə verdiyi müsahibədə sərnişinlər üçün tətbiq olunan gömrük nəzarəti və buraxılış mexanizmləri barədə ətraflı məlumat verib. Bildirilib ki, sərnişinlərin gömrük rəsmiləşdirilməsi prosesində güzəştli və sadələşdirilmiş qaydaların təmin olunması məqsədi ilə yaşıl kanal və qırmızı kanal buraxılış sistemləri tətbiq edilir. Yaşıl kanal sistemi sərnişinlərin üzərlərində gömrük orqanına yazılı şəkildə bəyan edilməli olan malların olmadığı hallarda istifadə olunur. Bu kanala daxil olan şəxslər şifahi bəyannamə əsasında gömrük nəzarətindən keçir və onların müşahidə olunan bagajında gömrük bəyannaməsinə cəlb ediləcək mal mövcud sayılmır. Fiziki şəxslərlə bağlı bildirmək istərdik ki, fiziki şəxslərin gömrük sərhədindən keçirdikləri malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməkləri üçün yaşıl kanal və qırmızı kanal buraxılış sistemləri tətbiq olunur. Yaşıl kanal buraxılış sistemi malların şifahi qaydada bəyan edilməsi üçün nəzərdə tutulmuşdur. Yəni, əgər vətəndaş yaşıl kanala daxil olursa, bu o deməkdir ki, onun əl yükündə və yaxud müşahidə olunan bagajında gömrüyə yazılı şəkildə bəyan olunması mal yoxdur. Qırmızı kanal buraxılış sistemi isə malların yazılı qaydada bəyan edilməsi üçün, yəni gömrük bəyannaməsi təqdim edilməklə tətbiq olunan buraxılış sistemidir. Lakin bildirmək istərdik ki, yaşıl kanal buraxılış sisteminə daxil olan vətəndaşlar Gömrük Məcəlləsinin 304.2-ci maddəsinə əsasən gömrük orqanı əməkdaşları tərəfindən qırmızı kanala dəvət edilə bilərlər gömrük yoxlaması üçün. Bu halda onlar sorğu-sual olunurlar. Bu da Gömrük Məcəlləsinə əsasən, yəni Gömrük Məcəlləsinin 60-cı və 61-ci maddəsinə müvafiq olaraq onların şəxsiyyətini təsdiq edən sənədlər, o cümlədən səyahət marşrutları və yaxud üzərlərində hər hansı bir malın olub-olmadığı barəsində sorğu-sual əsasında onlar qırmızı kanala dəvət olunurlar. Lakin bundan əlavə həmin sərnişinlərin əvvəlcədən hərəkət marşrutları, gediş-gəliş mütəmadiliyi əsasında da müvafiq struktur bölməmiz tərəfindən risk analizi aparılır və əgər risk qrupuna aid olan sərnişinlər varsa, onlar da həmçinin yaşıl kanaldan qırmızı kanala yoxlama üçün yönləndirilir. Və onu bildirmək istərdim ki, Gömrük Məcəlləsinin 65.2-ci maddəsinə əsasən
Gömrük orqanı əməkdaşları gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün istənilən yükləri bağlamaları açmaq və açılmasını tələb etmək hüququna malikdirlər.